children. How are you? I am okay. Okay. Aha. What is the weather like today, children? Bugün hava ne? Today is sunny. Today is sunny. Do you like sunny weather? Yes, I like sunny weather. Do you like rainy weather? Yes, I like one. Rainy weather. Xoşlayırsınızmı yağış havanı? Okay. No. Yaxşı, xeyir deyəcəksə xoşlamıram. Necə deyirsiniz? No, I don't like sunny weather. Yes, I don't like rainy weather. You are perfect. Allahsız. Dress sözünün mənaları. Don geyinmək, yes. Mən İngiliscə danışa bilirəm. I can speak English. In English, eləmi? I can speak English də deyə bilərsiniz. I can speak in English də deyə bilərsiniz uşaqlar, düzdür. Yazmaq. Right. O məktub yazır. O məktub yazır. She writes Letter. Letter. Gülmək. Smile. Gülmək. Laugh. Smile gülümsəməkdir. Laugh gülməkdir, yes. Düzdür. Bilmək, tanımaq. Bilmem. No, düzdür. Mən səni tanıyıram. I know you. I know you. Mən səni tanıyıram, düzdür. Yaxşı. Görmək feilinin keçmişi nə oldu? So, yes. Aferin sizə. Deyirəm ki, uşaqlar həyətdə 3 pişik görürlər. The children eat 3 cats. Three cats in the yard. Aferin. The children 3 cats in the yard, düzdür. Yumaq. Wash. Mən hər gün əl üzümü yuyuram. I wash my I wash my hands and face every day. Diqqətli olun, səhvlər edirsiniz. Təmizləmək. Clean. Mənim anam hər gün ev təmizləyir. My mom. İzə ehtiyac yoxdur. Uşaqlar, əsas feil var orada. Clean. My mom cleans Our house every day. Our house every day. Yeni sözlərdə şaşırsınız. Hava. Weather. Yaxşı, light sözünün mənalarını kim deyər? You can say me. Light sözü. Aha, buyur. Yüngül, işıqlı, açıq rəng, meşə, fənər. Meşə yoxdur. Fənər. İşıq var. Aha. Yaxşı, mən deyirəm ki, açıq yaşıl necə deyərsən? Açıq yaşıl. Light. Light green. Yes, açıq yaşıl. Yaxşı, bu köynək açıq yaşıldır. Necə deyərsiniz? This köynək, eləmi? Köynək nədir? Onu deyəcəksiniz. This. Nədir köynək? Shirts. This shirt. Deməli, this shirt is light green. Aha. Shirt, t-shirt də deyə bilir, qısa qol köynəkdir uşaqlar. Yaxşı, pələng nədir? Tiger, toxunmaq. Pəncərəyə toxunmaq. Don't touch. Don't touch the window. Don't touch the window. Deməli, əmr cümləsi ilə veririksə, həmişə the article ilə veririk ismi. Niyə? Bax, deyirəm ki, qapını aç, necə deyirik? Open the door. Eləmi? Qapını açma necə deyirik? Don't open the door. Okay? Yaxşı, diz nədir diz? Knee, yes. Bilək? Wrist, aferin. Topuq. Ankle. Bəli, ankle dayəmidir. Bu ankle topuqdur. Bunlar homonim sözlərdir. Amma yazılışlarında hər fərqi var. Çənəm. Çin. Mənim çənəm qaradır. Necə deyərsin? Yəni qara rəngdir. Aferin, düzdür. Aferin. Mədə qarı. Stomach. Tünd rəng qaranlıq mənasını verən sözümüz var idi. Tünd rəng. D hərfindən. D-A-R-K. Dark, düzdür. Dark sözü.
Yaxşı, deyək ki, bu dəftər tünd qırmızıdır. Notebook is dark red. Eləmi? Afərin sizə, good job. Yaxşı, indi digər sözlərimizə də baxaq. Yaxşı, bu kitab mənə məxsusdur. Necə deyərsiniz? This book is my book. This book is belongs to me. To me, yes. Yaxşı, çoxlu sözlər var idi, keçmişdik. Plenty of. Necə isimlər gətirir özlərindən soruşaq mı? Məsələn, çoxlu pələnglər. Lots of tigers. A lot of tigers. Bəli, afərin. Burada pələnglər. Düz deyirsən. Və yaxud da plenty of tigers deyəcəyik, eləmi? Yaxşı, bəs many tigers olmaz ki? Elə o da onun bərabəridir. Bəli. Baxın uşaqlar, a lot of'dur, lots of'dur, many'dir, plenty of'dur, plus cəmsim gətirir. Sadəcə a lot of'dur, lots of, bir də plenty of həm sayılan cəm, həm də sayılmayan gətirir. Amma many eləmi? Many deyir ki, mən təkcə sayılan cəm gətirirəm. Many deyir ki, mənim öz başqa bir qolum var, much, o isə sayılmayan gətirir. Başa düşdünüzmü? Çoxlusu necə deyərik? Sayılmayan isim. Lots of water da deyərik. Bir də many'nin bir qolu var idi. Much water. Much water. Yaxşı, mənim, sənin, onun, bizim, sizin, onların yelik əvəzliklərini. Yox, sənin, his, onun, cinsi, hers, onun qanun cinsi, his, onun orta cins, bizim, yox, sizin, their, onların. Well done, afərin, düzdür. Sürətli. Fast. Bu avtobus sürətlidir. Bax, bu avtobus deyirəm, uşaqlar. Budan sonra həmin ismi veririk. Sonra izi verərsiniz. Bax, avtobus nədir? Bas oxunur, bu yazılır. This bus is fast. Düzdür, this bus is fast. Yaxşı, deyirik ki, bu divan ağırdır. Sofa is heavy. Yaxşı, deyin ki, o kreslo ağdır. Armchair is ağ renk. White, yes. Yaxşı, düzdür. Alın nədir? Alın. Forehead. Sözlərin oxunuşunda səhvlikləriniz var, ha. Qısa nədir, uzun nədir? Long. Ər həyat yoldaşı. Qadın, ər deyirəm, kişi deyirəmsə. Husband, uşaqlar. Aha. Yaxşı, oğlan nəvəm? Grandson. Yaxşı, qız nəvəm? Granddaughter, eləmi? Afərin. Bəs qadın həyat yoldaşı nə oldu uşaqlar? Wife. Yaxşı, wife sözünü necə cəmləyirik? Necə olur? Wife eləmi? Necə spell edək? Aha. W, yox, buradan düşməyəcək yazma. I tək formadır. W-I-V-E-S cəm formadır. Yəni f-v əvəzləməsi baş verir, plus es ilə cəmləyirik. Elə deyil mi? Es ilə yəni. Yaxşı. Onun qadın cinsi? Onun deyirəm. Ay, uşaqlar, birinci fikirləşin, müəllimlə sual verim, sonra cavab verin. Səhv, düz elə deməyin, yaxşı mı? Bitdən birə. Görürsünüz, 2-3 saniyə sizə fikirləşməyə vaxt verirəm müəllimə.
Yəni yalan olmasın da, nətər deyim? Səhv olmasın da daha doğrusu. Səhv edincə dəqiq demək lazımdır fikirləşib. İncini isə görünmür heç inci oradan. İnci, nə oldu? Ay İnci, nə oldu? Yaxşı. Nəvə nədir bəs ümumiyyətlə qız grandchild. Bəs nəvələr nə olacaq uşaqlar? Yox. Children. Yes. Çünkü child tek uşaqdır, children çox uşaq. Bəli, child yox, child, yaxşımı? Yaxşı. 10 sarı yumurta. 10 yellow. 10 yellow eggs. Arızadı demirsən uşaqlar. Mən cümlə demədim ki, bu yumurtalar sarıdır zat demədim ki, siz deyəsiniz ki, these eggs are yellow deyə. Mən deyirəm ki, sadəcə birləşmə deyirəm. 10 sarı yumurta. Yaxşı deyin ki, 20 qara ilan. 20 black snakes. Yenə iz dedin. Snakes. Snakes. Deməli nə olacaq? 20 black snakes. İzə ara ehtiyac yoxdur. Çünki burada dur cümlə formada demirəm. Yaxşımı? Çaşmayın. Yaxşı. İndi gəlin dialoq quraq. Müəllimə sizə əvvəl dialoq keçmişdim, öyrənmişdim. Aha, who can speak about dialogue? Your partner. Kim danışar öz yoldaşı ilə dialoqu? Kimlə danışmaq istəyirsən? İnci ilə danış, bir dəfə danışdırmışdım deyəsən. Bir dənə danışın görüm alınırmı? Mən. Aha, Rəvanla İnci danışsın. Sonra Səid kimdən istəyir danışar. Ürək istəyənlə danışa bilərsin. Buyur. Yaxşı, Səidlə istəsən danış, ay Rəvan. Fərqi yox. Fərqi yoxdur mu? Başla İnci ilə. Hello. Hi. What's your name? My name is Ince. And you? My name is Ravan. How are you? I am fine. And you? I am okay. Where are you from? I am from Azerbaijan. And you? Şimdi sen soruş kızım. And you? I am from Azerbaijan. Where do you live? Where do you live? Live your live. I am Ga. Yox. I am qax deyən kim ucu oldu? Mən qaxam dedim. I live in qax. Aha. I live in Ga region. Tasmal village. Of'u da unutma. Of Tasmal village. Yes. And you? I live in Gah region of Tasmalı village. Village to. To'nu da deyək də. Mən də həmçinin yəni bu yerdə yaşayıram mənasında. Aha. Then sonra? How old are you? Hı. I am 9 years old. And you? I am 9 years old. Səni görməyimə şadam. Necə? I am glad to see you. Yenə. Sən. I am glad to see you. To'nu bax. Glad to see you too. Bəli, bəli. Mən həmçinin. Aha. Sonra sağ olasın. Goodbye. Bye bye. Görüşənə dək necə idi bəs? See you. See you, yes. Uzaq. Uzaq. Uzaq nədir? Far. Mehriban. Friendly. Aha, səmimidir. Bir dənə də var idi. K ilə gəlir. Kind, yes, yes. Mənim dostum mehribandır, kim deyə bilər? You can say. My friend is kind. Yes, yes. Hündür. Tall. Hündür və hay fərqi. You can say. Cansızlarda işlənir, heyvanlarda, tall insanlarda işlənir. Yaxşı, indi daha kimin adını çəkirəm o desin. Belə olanda səs küy yaranır. Yaxşı mı? Yaxşı. Deyin ki, mənim anam səmimidir. Desin. Desin Ümid. Aha. My mom'un to be'nin forması nə olacaq? Yox, öz deyəcək. My mom əvəz edicisi nədir? Əvəz edicisi nədir my mom'un? To be'nin şəxslər üzrə əvəz edicisi nədir? Ümid my mom'un. My mom'un əvəz edicisi nədir ay uşaqlar? Is göstəricisi. She. She ilə də to be'nin forması nə işlənir? Is işlənir. Ay Ümid. Yadından çıxdı mı? My mom is friendly. Aferin. Yes. Yaxşı Ümid.
Sən deyə bilərsənmi? O dağlar hündürdür. O dağlar, uzaqdakı dağlar deyirəm. Görüm kim onu cümləyə deyə bilər. Dağ neydi? Mountains. Mountains. This. Bax, this mi deyirik? O deyirəm. Those mountains is is mi verərik deyirəm. Ar verərik. Ar niyə verməyək ki? Çünki Z ilə əvəz edilir, eləmi? Bəli, ar, hay. İz, hər şey iz deyirsiniz, ay bala. İzlə olarmı hər şey? Bir təkinə cəminə fikir verin. Sonra əsas feillə cümlə deyirəm, yenə deyirsiniz iz. Deyirəm, I can speak English cümləsini deyirsiniz, I am speak. I am speak nədir? Mən danışam deyirsiniz. Mən danışmaq feiliyəm, yəni. Olmaz axı. I am-i nəyinə ver sizə? Yəni, mən həmin şeyəm deməkdir. Başa düşdünüz mü uşaqlar? Yəni, mən şagirdəmdə görürsünüz, orada feil yoxdur. Orada donuq feil kimi iştirak edir to be-nin forması. Amma mən kəndə gedirəm deyirəmsə, I go to the village deyəcəm. Görürsünüzmü da, I am go demirəm. Çünki orada əsas feil iştirak edir. Hər kəs bildirən feilimiz var. Aha. Yaxşı, biz saymən isimlər keçmişdik. Saymən isimlər nə ilə işlənə bilməz? Nələrlə? Qarşısında, sonunda sayıla bilməzsiniz. Sayıla bilməyən isimlə danışıram qızım. Bread düzdür, sonra çörək. Water düzdür. Water sudur da dedik. Rice düz, sonra başqa nə vardı? Kum sand. Onlar sayılır qızım. Onlar sadəcə qəlibli birləşmələrdir. Bu sayılmayan isimlərin qarşısında işlənir, bəli. Yaxşı, 17 dəqiqəmizi çəkibdir. Yaxşı, pendir sözü sizcə sayılır mı uşaqlar? Yox. Deyirəm ki, this word is countable or uncountable noun. Cheese. Pendir. Nə oldu? Countable olur yoxsa uncountable İngiliscə adı? Uncountable. Yes, uncountable düzdür. Yaxşı, deyirəm ki, women sözünü soruşuram. Women. These words are plural or singular. Nə dedim? Deyirəm ki, bu söz cəmdədir yoxsa təkdə? Təkcəm. Women deyirəm. Women demirəm. Nə oldu? Cəmdə mi yoxsa təkdə? Təkdə. Cəmdə. Women oxunur. Səsini versəydi, bəli, sən deyən idi. Yes. Yaxşı, yumurta sözünün aşıqlar sayılmayan bir mənası da var. Sizcə necə olar? Bax, yumurta sözü eqdir, eləmi? Yumurtanı gətirib sizə kimsə əlinizə verirsə, qabıqlı da yəni. Onda sayılır uşaqlar. Amma yumurtanı mən kasaya çalsam deyəndə içini maye halına dönüşürsə o yumurta sayılmır. Başa düşdünüzmü? Onda deyirik ki, a glass of egg, bir kasa yumurta. Başa düşdünüzmü? Onun içindəki ucu həmin yumurtaları çalmaq üçün, omlet etmək üçün qarışır və o maye halına dönür. Başa düşdünüzmü? Yes. Yaxşı, krem sözü sayılır, sayılmır? Sayılmır. Qramla olan bir şeydir, elə mi? Necə? Bir sayılmır. Bəli. Çok qramla Ay, sağ ol. olur. Yaxşı, flour, un sayılır mı? Sayılmaz. Deməli, Kiloyla. bəli. Bir də cümləmizi toparlayaq. Deyirik ki, sayılmayan isimlər adətən qırıntı, toz halında olan isimlərdir. Çəki vahidləri ilə ibarət işlənən isimlərdir. Kiloqram, litr, elə may halında olan isimlərimiz onlardır. Və yaxud uşaqlar, bir də mücərrəd məna bildirən isimlər də sayılmayanlar var. Məsəl üçün, hate sözü var, hate yazılır, nifrət deməkdir. Love sözü hamı bilir, məsəl üçün, sevgi deməkdir. Həm love sevməkdir, həm də sevgi deməkdir. Bəzi feillər var, həm isim olur, həm də feil olur uşaqlar. Yəni, mücərrəddir. Mən sevgini belə toxuna bilərəm sevgini gedib? Və yaxud da nifrəti gedib toxuna bilirik ki, mücərrəd odur. Yəni, gözlə görünməyən, toxunulmayan anlayışlara, isimlərə mücərrəd mənalı isimlər deyirlər uşaqlar. Yəni, bir sözlə mücərrəd mənalı bəzi isimlər, hamısı demirik ki, bəzi isimlər də sayılmayan isimlər cərgəsinə aiddir. Bir də məşhurları var. Məsəl üçün,
dedik bayaqdan oyun adlarını bayaq cümlədə işlətdik. Oyun adlarını da saymıram. Məsəl üçün bizim bir tenis oyunumuz var. Tenis game deyə bilmərik. Başa düşdünüzmü? Və yaxud da ki, football play deyə bilmirik. Niyə deyir ki, oyun adlarını saymırsınız, saya bilməzsiniz. Biz də ona görə qarşısına artiklı verməliyik, rəqəm verməliyik və yaxud da onları biz cəm formaya sala bilmirik. Başa düşdünüzmü? Yaxşı. Qoz fındıq nədir? Qoz fındıq yazmışıq bura. Nuts. Nuts yazılır. Nə keçəni? Bu iki dəftərdir səydi. Nuts. Bəli, krem sözündən sonra yazmışıq. Slices nədir? Slices. Slice. Slice, slices. Dilimler. Aferin. Good job. Breakfast. Breakfast. I have breakfast in every mornings. Mən hər gün deyir, hər səhər deyir, səhər yeməyimi yeyirəm. Nə oldu? Səhər yeməyi. Bax, bu yemək vaxtları da uşaqlar sayılmayan isimlərdir. Breakfast, breakfast deyə bilmirəm. Dinən, sapət, şam yeməyi, nahar yeməyi. Bunlar da lunch'ın özünü də, bunlar da sayılmırlar. Başa düşdünüzmü? Sözlər bu qədər. Bir-iki dənə də qaydalardan da yenə verək. Kəm modal feili nə deməkdir uşaqlar? İndi keçdiyimiz. Bilmək. Ay sağ ol, Ümid. Bilmək, bacarmaq. Kəm modal feili, sual və inkarı başqa feil gəlib düzəldirdi mi, yoxsa özü mü düzəldirdi? Özü. Bəli, deyirdi ki, mənəm burada. Burada mənəm hökümdar. Mən həm sual cümlədə yarada bilirəm, həm də inkarı da yarada bilirəm, elə deyilmi? Sual cümləsi yaratanda cümlənin önünə keçir. Yaxşı, bir dənə cümlə deyin, suala və inkara çevirin görün. I can swim. Dayan, bir dənə Ümid desin. I can swim dedin. Yaxşı, indi sualını yaratsın Səid. Can I swim? İnkarını kim yaradar qızlardan? I need to. De. I can't swim. Bəli. Ay qızım, don't-nu yazdıq bayaq keçəndə. Don't-la istifadə olunmur. Deyir ki, can, mən özüm yarada bilirəm. Özüm yarada bilirəmsə, kəndən sonra, yəni məndən sonra not gəlməlidir. Don't-a, does-a ehtiyac yoxdur. Diqqətlə öyrənərsən, yaxşı mı? Yaxşı. Aha, o təsdiq cümlədir, düz deyirsən. Yaxşı, san və eyni qeyri-müəllif əvəzlikləri var idi. San və eyni necə cümlələrdə iştirak edirdi uşaqlar? Həm san təsdiq cümlələrdə. San təsdiq cümlələrdə işlənir. Sonra sandan sonra necə isim gəlir? Ümid. Həm sayılan, həm də sayılan. Ay sağ ol. Sayılandan cəm gəlir, sayılandan tək. Afərin sizə. Yaxşı, mən birdə deyirəm ki, san axı 2 dənə sual cümləsi var ki, dünyada o qədər sual cümləsi var. Amma 2 dənəsində, afərin. Amma 2 dənəsində sam deyir ki, mən nə olar iştirak edeyim, eniyə deyir. Eni də deyir ki, yaxşı, 2 dənəsində iştirak elə, qalanların, yerdə qalan hamısı mənimdir deyir sual cümlələri. Deməli, hansılardır? Xahiş və təklif. Yaxşı, you can say, for example, this explanation. Yəni, bu izaha görə bir nümunə deyə bilərsinizmi? Xahişə, məsələn, bax, xahiş edirsə, istəyir də nəsə istəyir. Can I have? məsələn, mənə can I have some Bəli, can I have some tea? Mən bir qədər çay ala bilərəm. Yaxşı, O da məsələn cavabı verirlər ki, xahiş elədi. Təklif eləyəndə hansı birləşmə var idi? Həm də deyirdi ki, onun mənası nə idi? Would you like? Nə demək idi uşaqlar? İstərsən Bəli, yes. Nə olacaq? Would you like? Some tea, some coffee, some cheese. Bəli. İstədiyiniz ismi yerinə qoya bilərsiniz, yəni. Başa düşdünüzmü? Yəni, burada da deyir ki, mən bir qədər kofe ala bilərəmmi? Yəni, xahiş edirdi, gedib restorana, gedir orada sifariş verir. Deyir ki, mənə filan qədər şey verə bilərsənmi və yaxud da başqa şey verə bilərsənmi? Yes. Yaxşı. Kökündən dəyişilib cəmlənən isimlər keçmişdik biz. Kim onları tək formasını və cəm formasını deyər? Can say about plural nouns and irregular nouns'ın forms plural. Hə, yəni qaydasız isimlərin sözlərliyim. De. Man, men. Man demə də, indi o yazığını oxunuş eləmi ki? Mən, men. Aha, sonra.
Woman. Woman. Okey. İnci desin. Teeth. Aha. T'sin cəm formada dedi. Tuz, tiz. Goose, geese. Okey, 2 dersen. Aliye desin diyeceksin. Mouse. Mice. Diyor sonra bitler. Kızım. Louse, lies. Elə mouse-la louse eyni cür oxunur. Bir dənə hərf fərqi var başında. Deməli, mice, lies. Görürsən, m-l əvəzləməsi var. Sadəcə bir də mənalar fərqlidir. Yaxşı, görüm kim, Sevda deyə bilərmi? Sevda. Mouse. Onu dedin də, onu dedi də. Yaxşı, bəs uşaqlar deyə bilərsən? Sevda, demə. Children. Children. Aha. Yaxşı, Ümid deyə bilərsənmi? Başqa. Ümid. Öküzlər var idi məşhur. Deməyin özü deyirmi? Yerdən deməyin. Yaxşı mı? Səs yaranır. Çox səs-küy yaranır. Hə, Rəvan. An oxen. An oxen. Hə, buyur. Foot fiti dedilər deyəsən. Demədiniz? Hə, okey, düzdür. Yaxşı, bəs biri də qaldı. People. Purple yox, people. Purple bənövşə rəngdir də o dəxli yox da ona. O rəngdir sadəcə, sifətdir o. Yaxşı, bir qədər əməlli başlı sual cavab elədi. Yaxşı, what is juice? What is a noun, countable or uncountable? Juice. Deyirəm ki, countable noun yoxsa uncountable noun. Juice. What is juice? Meyve. Sayılır, sayılmaz. Sayılmaz. İngiliscə nə deyirik ona sayılmayan isimlərə? Uncountable. Uncountable. Nə tez yadınızdan çıxardınız? Evdə təkrar eləmirsiniz uşaqlar. Evdə mütləq öyrəndiklərinizi təkrar eləyin, yaxşı mı? Görürsünüz, yadınızdan çıxır. Bu mütəmadi olaraq bu qaydalar, sözlər təkrar olmasa short memory olur. Yəni qısa yaddaşda qalır. O da bir həftədən sonra uçub gedir. Amma siz onu yazmaq üçün görürsünüz, dəftər tutmusunuz. Yaza həmişə bilmədiyiniz sözləri yazın həmin dəftərə. Allah şükür valideynləriniz hər şeylə sizi təmin ediblər. Kitabdır, dəftərdir, ruçkadır, rəngli ruçkalardan tutmur, sağ olsunlar. Deməli, siz onları yazırsınız dəftərə, bilmədiyinizi bir 4-5 dəfə yazın həmin sözü. Görüm o söz sizin yadınızdan çıxarmı? Heç vaxt çıxmaz. Çünki yazı öyrənmək ən birinci öyrənmək formasıdır. 99% insanın yadında yaxşı qalır. Bir var, şifahi, məsəl üçün tutalım, birinci sinif uşağıdır, book sözünü öyrənir, book eləyə gəzir. Onun nə hərfi göstəricisini, yazış formasını bilməyəcək. Həm də şifahi onun yadında bir 10 gün qalar, çox qalsa, bir həftə qalacaq. Başa düşürsünüz, amma yazı öyrənmək çox yaxşı, güclü yaddaş yaradır insanda. Başa düşdünüzmü? Aha, indi mənim sizə deyirəm də, bir də mətn atacağım. O mətni siz nə edəcəksiniz? Həm dəftərinizə köçürəcəksiniz. Müəllim onun sizə səslənməsini və tərcüməsini qrupa atacağım. Bilmiyorsunuz da. Siz isə özünüz həm onun tərcüməsini öyrənəcəksiniz, həm onun oxunuşunu öyrənəcəksiniz, həm də danışmağı öyrənəcəksiniz. Deməli, bir mətndə 3 bacarıq formalaşdıracaqsınız. Oxu, tələffüz, tərcümə. Okay? Həm də sizdə ingilis dilini danışıq qabiliyyəti formalaşacaq. Tək bir dənə söz bilməklə, 2 söz bilməklə ingilis dili öyrənmək olmur. Siz onları cümlə içində quraşdırmalısınız, cümlədə işlətməlisiniz. Yoxsa, mən bilirəm, filan qədər söz bilim, nə olsun? Milyon dənə söz bilən müəllimlər var, hətta danışa bilmirlər. Çünki niyə? Cümləni calayıb, sözləri calayıb, cümlənin qrammatikasına uyğun danışmırlar. Yəni, onlarda vərdiş yaranmayıb da, başa düşdünüzmü? Bilmir demək olmaz elə insanlara. Amma ki, bilə-bilər, onlar rahat öyrənə bilər hətta. Amma ki, sadəcə orada məşğul olmaq lazım. Ona görə də sizə də müəllimə bu vərdişi yaradıram ki, indidən yaratsaq, sizin üçün ingilis dilini öyrənmək daha rahat olacaq. Başa düşdünüzmü? Yəni, təkcə qrammatika ilə, sözlə təkcə iş bitmir, onu danışmaq da lazımdır. Dilimiz yatmalıdır ona, eləmi? Yəni, sizin diliniz ona uyğunlaşmalıdır o cümlələri siz əzbərləyib danışdıqca. Yaxşı, bəs play sözünün mənalarını da deyin, uşaqlar.
Oynamak, oyun, çalmak. Çalmaq, oynamaq, bir də oyun, eləmi? Oyun isimdə işlənir. Oynamaq, çalmaq feil. Yes. Yaxşı, Sevda deyir, heç kim deməz. Sevda, biz oyun adları ilə mi Z artiklını verirdik play sözündə, yoxsa çalğı alətləri ilə? Çalğı alətləri ilə. Yes, aferin, good job. Yes, yaxşı. Who can one sentence, for example? Kim nümunə üçün birdən cümlə deyər? Sual kimi. Bax, denən ki, mən gitar çala bilirəm. Gitarada guitar oxunur. I can çalmaq. I can play. Aha. I can play Gitar yoxsa Z gitar? gitar. Onu deyirəm. Çünki çalğı aləti deyir ki, mənim yanımda Z-ni gətir gəl, yoxsa mən səninlə işləmirəm, I play. Başa düşdünüzmü? Play deyir ki, bir şərtlə qəbul eləyirəm çalğı alətləri. Z artiklı olmalıdır. Bəs oyun adları necə? Oyun adları deyir ki, Z-yə ehtiyacımız yoxdur. Bir dənə play gəlsin, bir dənə bizə oynamaq olsun. Olacaq, we play football. We play tennis, okay? Da Z tenis deyə bilmərik, ha, olmaz. Keep silence, bəsdir burada, saxlayaq da.